Romalılara məktub. 3-cü fəsil. Allahın sədaqəti. Bəs yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir? Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl Allahın sözləri yəhudilərə əmanət edilib. Əgər onlardan bəzisi iman eləmədisə, onda nə olacaq? Məyər onların imansızlığı Allahın sədaqətini ləğv eləyə bilər? Əsla. Bütün insanlar yalançı olsa da Allah haqlıdır. Necə ki yazılıb. Sən öz sözlərində haqlı çıxacaqsan. Mühakimə elədiyin zaman qalib gələcəksən. Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram. Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı? Əsla, haqlıdır. Bəs Allah dünyanı başqa cür necə mühakimə eləyə bilər? Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb, ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam deyə soruşa bilərlər. Belə isə, gəlin pislik eləyək ki, bundan yaxşılıq əmələ gəlsin deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq. Salih olan yoxdur. Bəs nə deyək? Biz yəhudilərin üstünlüyü varmı? Əlbəttə yox. Çünki biz artıq həm yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır. Necə ki yazılıb. Salih olan yoxdur, bir nəfər belə yoxdur. Dərk eləyən bir kəs yoxdur, Allahı axtaran yoxdur. Hamısı yoldan azıb, onlardan fayda yoxdur. Bir nəfər də olsun yaxşı iş görən yoxdur. Boğazları açıq qəbirdir, dilləri yalan danışır. Dodaqlarında gürzə zəhəri var, ağızları lənət və acı sözlərlə doludur. Ayaqları qan tökməyə tələsir, yollarında viranəlik və fəlakət var. Əminamanlıq yolu nədir bilmirlər, onların gözündə Allah qorxusu yoxdur. Biz bilirik ki, qanunda deyilənlərin hamısı qanunun hökmü altında olanlara aiddir. Belə ki, bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın. Beləliklə, qanuna əməl eləməklə heç bir insan Allahın önündə salih sayılmayacaq. Çünki qanun vasitəsilə günah dərk olunur. İman və salihlik. Amma indi qanuna bağlı olmayaraq Allahdan gələn salihlik zahir olub. Buna qanun da, peyğəmbərlərin yazıları da şəhadət eləyir. Allahdan gələn bu salihlik İsa Məsihə iman vasitəsilə ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur, çünki hamı günah eləyib Allahın izzətindən məhrum olub və onun lütfi ilə də Məsih İsa'da satın alınmağa nail olaraq bir hədiyyə kimi salih sayılır. Allah İsa'nı kəffarə qurbanı olaraq təqdim elədi ki, iman eləyənlərin günahları onun qanı vasitəsilə bağışlansın. Bunu öz salihliyini göstərmək üçün elədi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. Bunu elədi ki, indiki zamanda öz salihliyini zahir eləsin. Beləcə özü ədalətli olsun, İsa'ya olan imanı əsaslananı da salih saysın. Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl eləmək ehkamına mı? Xeyr, yalnız iman ehkamına. Çünki bu nəticəyə gəlirik ki, insan qanuna əməl eləməklə deyil, iman vasitəsilə salih sayılır. Məyər Allah yalnız yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır. Çünki yalnız bir Allah var və o, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə salih sayacaq. Onda biz iman vasitəsilə qanunu ləğv eləyirikmi? Əsla. Əksinə, onu bir daha təsdiq eləyirik.